Dekabrın ortalarında üç bürcə mənsub olanları xüsusi bir dövr gözləyir. Tale onları şəxsi həyatlarında xoş dəyişikliklər və güclü şans axını ilə qarşılayır. Astroloqlar əmindirlər ki, bu günlər dönüş nöqtələri ola bilər. Sevgidə yeni imkanlar və xəyallarını gerçəkləşdirmək üçün vacib şanslar açıla bilər. Şanslılar siyasına daxil olan ilk bürc xərçəngdir. Dekabrın ortalarında xərçənglər romantik və daxili harmoniya dalğası ilə əhatə olunacaqlar. Başqalarının hisslərinizə daha açıq olduğunu hiss eləyəcəksiniz və əvvəllər çatışmayan yerdə qarşılıqlı münasibət yaranacaq. Bu, səmimi söhbətlər və yeni əlaqələr üçün gözəl bir zamandır. Şans, ailə, ev və vacib qərarlarla bağlı hər şeydə sizə dəstək olacaq. Qız bürcü, qızlar üçün bu dövr gözlənilməz xoş tanışlıqlar və ünsiyyət rahatlığı gətirəcək. Özünüzə inam və sakitlik saçacaqsınız ki, bu da istilik və dəstək verə bilən insanları cəlb eləyəcək. İşdə kiçik, lakin vaxtında uğurlar mümkündür. Bu da özünüzə inamı gücləndirəcək. Kainat sabitliyə və ahəngdə münasibətlərə qapı açacaq. Əqrəblər, dekabrın ortaları əqrəblərə emosional yüksəliş və yeni hisslərə güclü bir cazibə verəcək. Kiməsə uzun müddətdir cazibədar olduğunuzu hiss edə bilərsiniz. Xüsusilə həyat dəyişikliklərini aparan cəsarətli qərarlarla şans müşayiət eləyəcək. Bu dövr daxili yenilənmə və taleyin xoş sürprizləri dövrü olacaq.